Uşaqlara ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. İmtahandan gəlmisiniz, oturmusunuz, ayaqlarınızı uzatmısınız, dincəlirsiniz. Bəlkə də telefon görməyə həvəsiniz də yoxdur. Amma ki, mən istəyirəm ki, bir dənə video çəkim. Deməli, mən 15 martın izahını çəkdim, amma evdə deyildim. Çöldəydim. Arxa fonda səs-küy, həyəcan, tələsə-tələsə heç fikir vermədən baxıram ki, Azərbaycan dilində belə qrammatik, leksik səhvlər eləmişəm özüm danışığımda. İstədim evə gəlib təkrar çəkim, amma dedim ucda video çəkmişkən 9 martla 15 martı bir müqayisə eləyək sualların üstündən. Bir tələbəm yazdı ki, ay müəllimə gördünüzmü 9 martda bizi yıxıb sürüyüblər, 15 mart nətər asan düşüb. İndi gəlin baxaq görək bu qızın teoriyası düzdürmü, səhvdirmi? Bir mövzuları, daha doğrusu sualları, eyni mövzudakı sualları müqayisə eləyəcəm. Sadəcə əlimdə listening yoxdur uşaqlar, təəssüf ki, 15 martın rekordu yoxdur. Ona baxa bilməyəcəm, sorry. Gedək 7-dən qrammatikadan başlayaq. Deməli, birinci nədir? Complex object. Burada da bu. Mən çətinliyə görə pointimi verəcəm 9 marta. Niyə? Çünki burada 2 dənə variant seçməliyik. Bəlkə sözün biri yadımda qalıbdır, biri yadımda deyil və yaxud da 2 ilə 3-ü seçmişəm, götürdüm, tutaq ki, yazmışam, 2 ilə 4-ü seçmişəm, atıram da. Yəni, burada düz qaralayıb, burada səhv variantı qaralamışam. Belə şeylər də uşaqlar tez-tez eləyir. Həyəcandan, təşvişdən. Ona görə mən deyərdim ki, 15 mart daha sadə salıbdır. İndi complete the sentence-ə baxaq. Burada görürsünüzmü nə qədər çox söz, cümlə uzundur, söz, yəni çoxdur. Belə adamın sualına baxanda vahimə basır ki, mən bunu harasından tutum, harasından başlayım ki, düzgün varianta gedib çıxım. Amma 9 marta görürsünüzmü, cəmi 2-3 dənə sözdür. Belə baxan kimi də müqayisəli görürsən sual nəqli strukturu. Ona görə mənim çətinlik pointim gedəcək 8, daha doğrusu 15 marta. İndi növbəti sual leksik sualı idi. Burada leksiklə bağlı 14 ilə müqayisə edə bilərəm bunu. Hər bir halda 9 mart daha çətin idi. Bu bolsa sözünü baxıram ki, uşaqlar qabağına qardaş falan yazıbdı, brother ilə qarışdırıbdı. Alta hər uşağın yadında qalmır. Biraz daha intermediate sözdür deyə deyirəm. Amma kind, gentle, bu kind sözünü biz daha 5-ci sinifdən yəqin ki, görmədiyimiz mətn falan yoxdur da. Rude sözü də yenə asandır. Elə bunu seçib, bunu seçməyəndə variantın gəlib çıxır. O mənada deyirəm ki, 14 mat bundan həqiqətən açıq arayla daha çətindir. Onda zaman uzlaşmasıydı. Bizim zaman uzlaşmamız bu tərəfdədir. Gəlin baxaq. Deməli, hər bir halda uşaqlar zaman göstəricisinə əsasən, bu təcrübəmə əsasən deyirəm, subyektiv fikrimi deyirəm. Zaman göstəricisinə əsasən zamanı daha düzgün seçir, nəinki uzlaşmaya əsasən. Ona görə də mənim çətinlik pointim gedəcəkdir 9 marta. Yəni mənim nəzərimdə şagirdlər üçün uzlaşmanı tapmaq daha çətindir, nəinki zaman göstəricinə görə zamanı seçmək. 11 nədir? Əvəzlikdir. 11-də 15-in əvəzliyi su, bir içim su. Yəni halva da. The girl, qız bilməyən yoxdur, üçüncü şəxsin təkidir, nə bilim qadın cinsidir. Bunu herself seçməyən yəqin ki 5% falan uşaq olar da, yəni. Ya çətinlik nəymiş? Həyəcandan səhv yazar, yəni uzaqbaşı. Başqa niyəsə onu səhv yazarsan bilmirəm. Amma burada həm əvəzliyi seçim, həm qeyri-müəyyəninə baxım, həm obyekt əvəzliyinə baxım, həm o mübtəda ilə xəbərlə uzlaşmasına baxım. Bu kimi şeylərə görə mən deyərdim ki, 15 mart daha çətin idi. Bu pointim gedəcək buna. İndi baxaq 12-ci sual nədir? Sifət zərf. Çox təbii deyərdim ki, 12-nin daha asandır. Həm very görən kimi, yəni bunu da yenə düşünürəm ki, bilməyən çox az şagird olar ki, very adi dərəcənin göstəricisidir. Burada zən də tamam aydın məsələdir, müqayisənin göstəricisidir. Sadəcə uşaqlar bu məsələsi var da, 2 dənə hissə var. Həm zənə baxım, həm əndə baxım, hər iki tərəfini eyni seçim falan filan. İkisi ilə müqayisədə mənim üçün 15 mart daha çətin idi. 13-də modal feil. Bunun modalı hanı?
Hə, 13. Bunda da 13, bunda da 13. Deməli, buradakı modalar heç şeylərə getmədən struktura görə bunları silirdim. Burada struktura görə cəmi 2 variantım gedirdi. Üçünü artıq mən təkrar gedib cümləyə baxmalıydım. Plus 2 hissəyə diqqət etməliydim falan filan. Düzdür, bat asanlaşdırır işimi, ziddiyyət tələb eləyir. Bu da sadəcə Y variantındaydı. Sadəcə ikisi ilə müqayisədə mənim üçün 13 daha çətin idi. Daha doğrusu mənim üçün demirəm də, mən mənim üçün deyəndə başa düşün ki, mənim nəzərimdə şagirdlər üçün 13 daha çətin idi. Gəlsək 14-də cümlə düzəltməyə. Mən deyərdim ki, 9 mart daha asandır. Bunu da niyə deyirəm? Çünki burada elə bil ki, mübtəda ola biləcək sadəcə bir variantımız var idi. Burada books-dummu mübtəda, yoxsa people-dummu mübtəda, in the life of nə bilim nə falan. Biraz zərfliyi də uzun vermişdi, söz birləşməsi şəklində vermişdi falan filan. O mənada deyərdim ki, bu daha çətindir. Yenə deyirəm, asandır, sadəcə müqayisədə bu daha çətindir. Tamammı? Getdik, bu nədir? Söz önü. Söz önü yenə deyirəm ki, bunun başdan plusunu qoyaram ki, 15 martda daha çətin idi. Çünki bu talk, bilən də bilməyən də talkdan sonra avtomatik kiminləsə danışmaq deyəndə to istiqaməti hiss eləyirsən deyə to-nu avtomatik yerinə qoyursan. Amma nədənsə razı qalmaq, məmnun olmaq, nə iləsə razı qalmışam, nəyəsə görəmi razı qalmışam, nə üçünsə razı qalmışam falan filan bu suallar uşaqları çaşdırır. Mənim tələbəm də burada səhv yazmışdı. Ondan bilirəm ki, yəni bunu çox rahat yazmışdı, burada səhv yazmışdı. 15 mart daha çətin idi. 16-ya baxırıq conjunction. Hani bunun conjunctionu. Görün nə sadədir. Cümlə də bax balaca. As, so, but. Bunlar o qədər əzbər bildiyimiz o ilk ən belə deyim də ən önəmli conjunctionlardır. Hamının kim yuxusundan durursan biləcəyi conjunctionlardır. Burada amma conjunction ilə conjunctive words-u bir yerdə veribdir. Təcrübəmə əsasən deyirəm ki, conjunctive words-u uşaqlar daha çətin yazır. Ona görə mən 16-ya, yəni 15 marta daha çətin deyəcəm. Burada isim mövzusunda tutun bildirən söz veribdir, onun article-la, miqdar sayla işlənməsi. Burada compound istəyibdir. Belə götürəndə bu çətin deməzdim. Sadəcə burada söz sayı azdır deyə buna daha asan deyərdim. Burada çox sözə fikir verməzdim. Hər birini bir-bir baxmalısan, görüm hansı mürəkkəbdir, hansı düzəltmədir, hansı sadədir. 9 marta ona görə pointim getdi 9 marta. Bu qalsın burada. İndi neçə sual qaldı? 18-də nədir? Sual cümləsi, sual sözü ilə bağlıdır. Yenə təcrübəmə əsasən deyirəm ki, uşaqlar sual cümlələrinin daha tez tapır, daha rahat tapır. Çünki tərcüməyə ehtiyacı yoxdur, strukturdan tapır. Uzaq başlı mübtədadırmı, mübtədanın təyinindimi, yoxsa başqa cümlə üzümüdür deyə fikirləşə bilər. Sadəcə bu how many documents falan filan. Yəni tamamlığın təyininə sual verdiyimiz daha aydındır, barizdir. Amma bu interrogative words-də baxmayaraq ki, daha sadə görünür, sırf tərcüməyə baxmaq lazımdır deyə uşaqlar bunu daha çətin yazır. Ona görə mən 18 deyəcəm burada. Article, heç fikirləşmədən deyəcəm ki, burada daha asandır. Yəni, bizim üstünlük dərəcəsi ilə və yaxud da in the world-la Z işlədə bilməyən uşaq, onun Z olmayacağını bilməyən uşaq çox çətin tapılar. Amma burada, məsələn, isim veribdir. Bu müəyyəndirmi, qeyri-müəyyəndirmi, nə bilim, William tərəfindən çəkilən şəkil, bla, bla, bla. Bunu bəlkə də anlamaqda çətinlik çəkərlər ki, ay, bu səciyyəvi təyindir, müəyyənləşdirdi, oradan keçdi, buradan keçdi. Ona görə çətinliyimi, pointimi verəcəm 9 marta. Passive voice, heç düşünmədən deyəcəm ki, 9 mart daha çətindir. Niyə? Uşaqlar çox sadə yazır bunu. Aktivdən məchula çox rahat keçirdirlər. Nəinki bu dəyişilə bilməyən cümlələri tapmaq. Elə bil buna aid testi də çox işləyiblərmi ya nə? Yoxsa tərcümə zətdə lazım deyil. Feillərə fikir verməkdə mi lazım deyil deyə. Ya nə? Bunu daha çətin yazırlar. Çox maraqlıdır. 21-də nədir? Opposite tapmaqdır. Burada 7-ci sual idi. Bu çətinlik pointimi verəcəm bura. Niyə? Çünki bir neçə variant tapmaq lazımdır. Hər birini bir-bir analiz eləmək lazımdır. Burada birindən əminsənsə, bitdi, getdi.
Onu götürəcəksən, getdi. Amma burada bir baxım, biri də götürdüm, birdən əminəm, amma üçü bilmirəm. Beşi də yarı əminəm, yarı əmin deyiləm. Ay Allah, hansını götürüm falan filan deyəndə bu daha çətin gəlir müqayisəli şəkildə. İndi burada gəldik quantifier'a. Burada quantifier verməymişdi, bizə vermişdi. So do I. Uşaqlar, rahat şəkildə deyə bilərəm ki, bu 9 martda imtahanın ən çətin sualı elə bu özüydü. So do I-dır. Niyə? Çünki baxın, bizim öyrəşdiyimiz strukturda verməyib. Dimdə belə test yadıma gəlmir, bəlkə də var idi. Belə bunu adam iki boşluğu görəndə, neyzə falan görəndə ilk ağlına gələn correlative conjunction'dır. Var idi bizim paralelliyi bildirən bağlayıcılarımız iki hissədən ibarət olan. Adamın ağlına ilk o gəlir, şəxsən mənə ilk onu çağrışdırmışdı deyə mən buna çətin deyəcəm. Bunu işləməyə nə var? Yəni bəbə də işləyər bunu. Bir dənə sayılmayan isim veribdi, bir dənə sayılmayan işləyən quantifier veribdi. Bu heç zərfdir, bu quantifier də getmir burada. Bunu da yazmamısınızsa mən nə bilim. Reading üçün deyəcəm ki, bu daha çətin idi. Yenə deyirəm, bəlkə də mən çöldəydim, yaxşı fikrimi toplaya bilmədim. Amma mən bunu 2 dəfəyə, normalda bir dəfə oxuyub işləyən mən, bu qardaşının məktubunda nə bildirmişdi? Bu 24-ü tapınca mənimki mənə dəydi də. Ona görə deyəcəm ki, bu şeydir, çətin idi. Okay. Bu sualları müqayisə eləməyəcəm. Açıqlara baxacağım. Bunun açıqları, uşaqlar, 20-nin açıqlarında bu motivate-in də sinonimini bilərsən də, bu improve-un da sinonimini bilərsən. Bunlar daha çətin idi. Pointlərin buna gedəcək, sorry. Yox, daha doğrusu çətinə qoyuram. Mən pointi neynədim? Budur çətin. Amma bu şeydə sinonimi dəyişməkdə mən deyərdim ki, eynidir. Baxın, burada immense idi, burada pursue var idi. O iki sözü mənim nəzərimdə eyni tutaram. Wish, dream idi burada. Burada da fame ilə popularity-ni eyni tutaram ki, asan sözlər idi. Bir dənə 30-a baxsaq ki, burada childhood dream istəyir səndən. Amma bu yanda gallery, art gallery falan gəzmək. Hər bir halda hər kəs üçün uşaqlıq arzularından danışmaq daha asandır. Nəinki hər hansı bir incəsənət sərgisindən. Ona görə mən çətinlik pointimi buna verəcəm. Yenə deyirəm, listening-i müqayisə edə bilmirəm uşaqlar. Əlimdə rekord yoxdur. Gəlin indi bura qədər işlədiyimlə sual pulsları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, 11 point buna gəldim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Aa, bu daha az şey oldu. Bir dəqiqədə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Cəmi 9 dənə də burada, pointdə burada var. Mən deyərdim ki, bəli, Sevgi, sən haqlısan. 9 martın imtahanı 2 balaca daha çətin olub. Yəni, eyni, bir-biri, belə deyim də, çıxdaş eləsə, 2 sualınız daha çətin olubdur. Belə. Heç nə, bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı bir, maraqlı bir video oldu. Və əgər uğurlu olmusunuzsa, nə yaxşı. Uğursuz olmusunuzsa da, oturursunuz, analiz edirsiniz səhvlərinizi, boşluqlarınızı, harda səhv elədim, neynədim, TikTokdan mı vaxt keçirtdim, telefondan mı vaxt keçirtdim, diqqət eləmədimmi? Bu kimi şeylərə diqqət edirsiniz, dərs çıxardırsınız və növbəti ildə daha möhkəm çalışırsınız. Yəni, burada əmi arvadı bunu dedi, bibi bunu dedi, xalamın gəlinin dıdısı filan kəs məndən bu qədər yuxarı bal yığdı. Nə bilim, hamı ətəyin yığdı, gəldi, oturdu ki, ay filan kəs qızın nə qədər yığıb, 2 ildir müəllim yanına ayaq döyür falan. Bu boş-boş söhbətlər uşaqlar hər ailədə, hər nəsildə olur. Biz Azərbaycanda yaşayırıq. Yəni, coğrafiya qədərdir deyə bir şey. Bundan narahat olmursunuz, vecinizə almırsınız. Danışmağı öyrənmiş ağızlar həmişə danışacaq. Yəni deyirəm, önəmli olan şey dərs götürməkdir. Yəni sən bu səhvindən dərs götürdünsə nə gözəl, götürmədinsə də nə deyim.
Yəni özünüzün vaxtı getdi, müəllimənizin əziyyəti getdi, valideyninizin canı getdi, pulu getdi, ümidləri bir yerdə qırıldı, bəlkə başa düşürəm. Amma ki, həyat bir imtahanla ölçülmür. Həyat bir imtahanla belirlənmir. Bizim həyatımızı belirləyəcək çox şeylər var. Hələ yolun başındasınız. Hələ görəcək gözəl günləriniz də çoxdur, verəcək imtahanlarınız da çoxdur, keçəcək sınaqlarınız da çoxdur. Ona görə də gedin, həqiqətən fikirləşin ki, sizə nə lazımdır, harda səhv buraxdınız, nə etsəz bu şeylər düzələr və növbəti addımlarınızı ona uyğun atın artıq. Məqsədli olun, vizyonunuz olsun. Yəni mən bu dərsdən xoşum gəlmir, filan qrupa hazırlaşmıram. Ay müəllimə, buranın balı 300-dür, mən 300-ü keçsəm bəsdir. Yox uşaqlar, siz həyatınızı seçirsiniz. İşinizi seçirsiniz, gələcəyinizi seçirsiniz. İnşallah qəbul olandan sonra 4 il ayaq döyəcəksiniz universitetə. Mənasız yerəmi? İstəmədiyiniz bir şeyəmi? Həqiqətən çalışın. Bir müddət, bir il çalışmaq nədir ki? Bir il çalışıb sən ömür boyu rahat yaşayacaqsansa, haydi çalışarsınız. Çox uzatmayım uşaqlar. Sizləri öpürəm, bağrıma basıram. Ümid edirəm ki, hər şey sizin üçün ən gözəl olur. Sağ olun.